Hər vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Yenə mən gəlmişəm sizlərə bu səfər Şuvalanda qəşəng bir ev təqdim eləməyə. Çox şirin, çox qəşəng bir bağ evidir hal-hazırda daxil olduğumuz. Ana yola çox-çox yaxın bir məsafədədir. 3.5 sotdur. Həyətinə daxil olarkən avtomobil saxlaya biləcəyiniz qarajı, yəni qaraj kimi istifadə edə biləcəyiniz yeri. Digər tərəfdə gördüyünüz kimi kamerada sanitar qovşağıdır həyətin. Sağ tərəfində isə yaşıllıq var. Burada səhv etmirəmsə nar ağacıdır. Düzdür, nar ağacları var. Qəşəngdir. Həmən qarşımda isə hovuzu yerləşir, şəlaləli. Uzunluğu 7, eni isə 3,5 olan şəlaləli hovuzunun dərinliyi isə 1 metr 60 santimetrdir. Burada onun filtr sistemi yerləşir. Burada isə olmazsa olmaz manqalı və yay aylarında rahatlıqla əyləşə biləcəyiniz terası var. İndi isə istəyirəm keçək içəri. Evin ümumi sahəsi isə 145 kvadratdır. Mən yenə qışqırıram şəlalədən dolayı. Gəlin. Burada qəşəng bir işıqlı, ürək açan qonaq otağı var. Tam əşyalıdır. Televizorundan tutmuş, yumşaq dəstinə qədər, stol dəstinə qədər hər bir şey var. Döşəmədə qranit və isti döşəmədir. Digər tərəfdə isə mətbəxi yerləşir. Mətbəxdən terasa çıxış mövcud. Hətta mətbəxində də televizor var. Çox sağ olsun evyəsi bunu da düşünüb. İndi isə keçirik. Görək digər yerdə nələr var, daha doğrusu otaqlarda. Burada evin birinci yataq otağı var. Burada əşyalıdır. Keçək. Növbəti. Evdə 3 yataq otağı var. Düzdür, mən də ilk dəfə daxil oluram sizlərlə bərabər. Burada növbəti yataq otağı. Belə rəngli işıqlardan istifadə olunub burada. Ümumiyyətlə, rəng tonları qəşəng seçilib. Burada da sizi qaranlığa salmayım. Ay, işığın yeni tapa bilmirəm. Burada növbəti yataq otağı var və öz sanitar qovşağı var bu otağımızın. İşıqları yandırmağı unutmuşuq, ona görə çətinlik çəkirik hal-hazırda. Həmən yan tərəfində də evin ümumi sanitar qovşağı yerləşir. Kifayət qədər də genişdir. İndi isə istəyirəm elə burada da sizlərlə sağollaşım dəyərli izləyicilərimiz. Evin qiymətinə gəldikdə isə 215 min manatdır. Təbii ki, endirimlərimiz olacaq. İpotekaya yararlıdır, sənədləri qaydasındadır. Bizi izləməyi də, kanalımıza abunə olmağı da unutmayın. Növbəti videolarda görüşənədək hələlik.